20-ci əsr kompetensiya suallarına baxırıq. Birincidə deyir ki, cədvələ uyğun olaraq deyir ki, uyğunluğu müəyyənləşdirin. Baxın, biz doğru olan sütundan doğru olan fikri, yanlış olan sütundan da yanlış olan fikri seçməliyik. Doğru olan sütundan birincidə deyir ki, savadlılıq kompetensiyası dedikdə şagirdlərdə şifahi və yazılı şəkildə təqdim olunmuş informasiyaları anlamaqla yanaşı, həmçinin deyir ki, interpretasiya etmək də tələb olunur. Bəli, savadlılıq kompetensiyasının məsələ tələbi də bundan ibarətdir. Təkcə burada oxuyub anlama deyil, eyni zamanda interpretasiya etmək də tələb olunur. Nədir interpretasiya? Bir məlumatın, hər hansı bir ideyanın və yaxud da hadisənin izahı, onun şərh edilməsi, onun mənasının açılması, onun mənasının izahı prosesinə deyilir. Ona görə də bu doğru fikirdir. İkincidə deyir ki, rəqəmsal savadlılıq dedikdə İKT vasitəsindən istifadə etmək bacarığı ilə yanaşı, onlar vasitəsilə əldə edilən informasiyanın etibarlılığının sorğulanması nəzərdə tutulur. Bəli, rəqəmsal savadlılıq həm texniki bacarıqların, həm də informasiya təhlükəsizliyinin, onun etibarlılığının yoxlanılmasını əhatə edir. Bu da doğru fikirdir. Yanlış sütuna baxırıq. Deyir ki, şəxsi sosial və öyrənmək kompetensiyası dedikdə vaxtı və informasiyanı səmərəli idarə və istifadə etməklə yanaşı, öyrənmə prosesində şagirdin öz emosiyalarını da tənzimləməsi nəzərdə tutulur. Baxın, burada bu fikir özü özlüyündə doğrudur. Lakin yanlış sütunda verildiyi üçün ona görə də biz bunu doğru götürə bilmərik. Ona görə də bu fikir belə deyək, doğrudur, lakin yanlış sütunda verilir. Bu bizim sualımızın cavabı deyil. Digərində deyir, çox dil bilmək kompetensiyası dedikdə yalnız digər dilləri öyrənmək yox, həmçinin o dillərə hörmət etmək, o dilin vacib elementlərini mənimsəmək də nəzərdə tutulur. Bu fikir də özü özlüyündə doğrudur, lakin yanlış sütunda verilib. Fikir yanlış deyil. Yanlış olsaydı biz onları götürərdik. Yanlış sütunda verildiyinə görə biz onları götürmürük. Elə bizim sualımızın cavabı doğru olan cavabımız A variantı, doğru sütunda olan birinci və ikinci deməli fikirlərdir.